Düzgün fikirlərin məniliyi. Fiziki xəttlərdə relyef profili, izohips və izobatları əsasən tərtib edilir. Bəli, relyef vahidləri, yəni dağlar, düzənliklər izohipslərlə, dənizlər, okeanlar isə izobatlarla verilir. Deməli, birinci şərt doğrudur. Birinci şərtin verilmədiyi variantını silirəm. Kartometrik təhlil metodu ilə təbii zonaların yayılma arealının sahəsini hesablamaq olan şərti doğrudur. Bilirik ki, kartometrik təhlil sahələrin, məsafələrin ölçülməsi ilə məşğuldur. Deməli, ikinci şərt də doğrudursa, biz C variantında silə bilərik. Yarımkürələrin fiziki xəritəsində hipsometrik şkalanın ölçüsü batiqrafik şkalanın ölçüsündən daha böyükdür şərti yanlışdır. Belə ki, hipsometrik şkala təxminən 8848 kilometrə qədər gedə bilər, yəni ən hündür məntəqə. Deməli, batiqrafik şkala isə ən dərin yer olan 11022 metr, yəni Marian çökəkliyinə qədər gedə bilər. Belə çıxır ki, batiqrafik şkala hipsometrik şkaladan daha böyük olmalıdır. Üçüncü şərt yanlışdırsa, Y variantında silirəm. Ümumcoğrafi xəritlərdə ən çox şərti işarələrə malik olan xəttlər, topografik xəttlərdə şərti doğrudur. Topografik xəttlər eyni zamanda planda hesab oluna bilər və planda demək olar ki, tərif olmadığına görə ən çox şərti işarələrdən istifadə edilə bilər. Dördüncü şərt də doğrudursa, avtomatik D variantımız çıxır. Yaşıl rəng fiziki və topografik xəttlərdə eyni komponenti göstərir şərti yanlışdır. Çünki fiziki xəttlərdə yaşıl rəng ovalıqlar göstərdiyi halda, yəni yaşıl rəng hündürlük bildirdiyi halda, topografik xəritələrdə, yəni planlarda bu rəng yaşıllıq əraziləri, əsasən göyçəmənlik əraziləri göstərir. Beşinci şərt yanlışdır. Altıncı şərtə baxaq. Sinoptik xəritələr məzmununa görə tematik xəritələr qrupuna aiddir şərti yanlış fikri ifadə edir. Belə ki, sinoptik xəritələr kompleks xəritələr qrupuna daxildir. Deməli, altıncı şərt də yanlışdır. Cavab 1, 2, 4 D variantı. İkinci suala baxaq. Həqiqi sahəsi 122.880 kvadrat kilometr olan bataqlığın xəritədəki sahəsi 30 kvadrat santimetrdir. Bununla biz miqyas tapa bilərik. Belə ki, miqyas bərabərdir kök altında həqiqi sahə bölünsün xəritədəki sahə düsturu bizə məlumdur. 122.880-i 30-a bölündə 4096 alınır. Ondan da kök çıxardanda 64 qalır. Yəni miqyasımız 64 kilometrdir. Bataqlığın şimal və cənub hissəsi arasında Bataqlığın şimal hissəsi ilə cənub hissəsi arasındakı məsafənin xəritə üzərində 4,27 sm olduğunu nəzərə alsaq, bu məsafəni yer kürəsi öz xəyali ox ətrafında 40 dərəcə şimal paralel üzrə neçə dəqiqəyə qət edər? 64 kilometrin miqyası 4,27-yə vursaq, cavabımız 273,28 kilometr alınacaq. Və bu məsafəni 40 dərəcəli paralel üzərində neçə dəqiqəyə qət elədiyi soruşulur. 40 dərəcəli paralelə 1 dərəcəyə qövsün uzunluğu 85,4 kilometrdir. 273,28-i 85,4-ə bölsək, cavabımız 3,2 alınacaq. Günəş 20 dərəcə şərq uzunluğu ilə ekvator xəttinin kəsişmə nöqtəsində zenitdədir. Deməli, ekvator və 20 dərəcə şərq uzunluğunun kəsişmə nöqtəsindədir. Bu zaman ekvator çevrəsi ilə hansı meridianın kəsişmə nöqtəsində kölgənin uzunluğu cismin uzunluğuna bərabər olar? Deməli, kölgənin uzunluğunun cismin uzunluğuna bərabər olması üçün günəş şüalarının 45 dərəcə bucaqlığına düşməsi lazımdır ki, kölgənin uzunluğu ilə dirəyin uzunluğu bərabər olsun. Və əgər 20 dərəcə şərq uzunluğundan söhbət gedirsə, 20 dərəcə şərq uzunluğundan 45 dərəcə qərbə getsək, çatarıq 25 dərəcə qərb uzunluğuna, 45 dərəcə şərqə getsək, çatarıq 65 dərəcə şərq uzunluğuna. Yəni 25 qərb və 65 şərq cavab A variantıdır. Yerin xəyali oxu ətrafında fırlanma sürətləri 573 və 1281 km/saat olan paralel çevrələri arasında qalan ən qısa məsafə xəritə üzərində 13,32 sm olarsa, bu xəritənin miqyasını tapaq. Əvvəlcə bu paralellərin hansı paralel olduğunu tapaq. Yəni yer
öz xəyali ox ətrafında 573 və 1281 km sürətlə hansı paralellərin üzərində hərəkət edir? Bunun üçün verilən uzunluğu 15'e bölüb 1 dərəcəlik qövsünlüğünü tapa bilərik. Yəni əgər 1 saat ərzində 573 km gedirsə, 1 saatimizdə 15 dərəcədirsə, 15 dərəcəsi 573 olanın 1 dərəcəsi nə qədər olar? Buradan tapırıq ki, x bərabərdir 38,2 kilometr. Deməli, 1 dərəcəsi 38,2 kilometr olan paralel isə orta mətrif dərsinində göstərdiyinə görə 70 dərəcə şimal və ya cənub enliyi ola bilər. Demək, 1281 kilometrdə analoji olaraq hesablasaq 40 dərəcəli paralel olduğunu tapa bilərik. Yəni 70 dərəcə ilə 40 dərəcə arasında 30 dərəcə coğrafi enlik fərqi var. 30 dərəcə coğrafi enlik fərqinin meridian istiqamətində aralarındakı məsafəni hesablayası olsaq 111 km vurarıq, eləyər 3330 km. Və 3330 km-də 13,32 cm bölsək miqyas tapmaq üçün 3330-u 13,32-yə böləndə cavabımız 250 eləyir. 250 km-də santimetrə çevirmək üçün 5 dənə 0 əlavə eləyirik. Cavabımız B variantı olur. Burada vaxta qənaət etmək üçün bəzi hesablamaları şifahi deyirəm. Eyjafjallajökull və Apo vulkanlarının yerləşdikləri ölkələrə aid olan oxşar xüsusiyyətləri mənimləyək. Bilirik ki, birinci vulkan İslandiyadadır, ikinci vulkan isə Filippin ölkəsindədir. Unitar inzibati ərazi quruluşuna malik şərti hər ikisinə aiddir. Birinci şərtin verilmədiyi variantları silirəm. Əhalinin ümumi sayı 100 milyon nəfərdən azdır şərti İslandiyaya aiddir. Çünki Filippində əhali 100 milyondan çoxdur. İkinci şərt fərqli olduğuna görə ikinci şərti silə bilərdik, amma bizim əlimizdə qalan variantlarda ikinci şərt yoxdur. Adada və ya arxipelagda yerləşir şərti doğrudur. Həm İslandiya, həm də Finlandiya ada və ya arxipelagda yerləşirlər. Üçüncü şərt də doğrudur. Hər iki variantda üçüncü şərt var. Əraziləri bir iqlim qurşağında yerləşir şərti İslandiya üçün uyğundur. Çünki İslandiya yalnızca subarktik iqlim qurşağındadır. Finlandiya isə ekvatorial və subekvatorial iqlim qurşaqlarındadır. O fərqli cəhətdir. Dördüncü şərt də bizə lazım deyil. Beşinci şərtə gələk. Sahilləri iki okean sularıyla yuyulur. İslandiya yalnızca Atlantik, Finlandiya isə yalnızca sakit okean sularıyla yuyulur. Bu şərt heç birinə aid olmadan görə 5-ci şərtdə silirik. Hind okeanı çıxışları mövcud deyil şərti həm İslandiya, həm də Finlandiya üçün oxşar cəhətdir. Deməli, 1, 3, 6 cavab D variantı. 6-cı şərtə baxaq. 6-cı suala baxaq. Eyler-Venn diaqramına əsasən uyğunluğu mənimləyək. Alp dağları, Ant dağları və Qafqaz dağları üçün uyğun variantları seçəcəyik. Şaqili bastırılmış cisimlərin kölgəsi il boyu günorta vaxtında bütün istiqamətlərə düşə bilər. Bilirik ki, əgər məntəqə iki tropikın arasında yerləşirsə, il ərzində günəş şüalarını, günəşi özündən həm şimalda, həm cənubda görə bilər. Deməli, bu şərt yalnızca Ant dağları üçün uyğundur. Deməli, ikinci şərtdə 1 rəqəmi uyğundur. İkinciyə 1-in verilmədiyi variantlar C və D variantlarını silmək olar. İkinci şərtə baxıram. Ərazidən axan çaylar daha çox dənizə tökülür. Şərti Alp dağlarına aid olar. Çünki Qafqaz dağlarından başlayan çaylar Xəzərə aid olar. Ant dağlarından başlayan çaylar Karib dənizinə tökülər. Ən maksimum o olar. Amma Alp dağlarından başlayan çaylar Avropanın ətrafındakı bir çox dənizlərə aid olar. Deməli, birinciyə 2-ni aid edə bilərik. Birinciyə 2-nin aid olmadığı B variantında silsək qalır A və Y variantları. Roman dil qrupuna mənsub olan xalqlar yaşayır şərti həm Alp dağlarına, həm də Ant dağlarına aiddir. Deməli, üçüncüyə 3 şərti yalnızca A variantına verilib. Deməli, Y variantında silə bilərik. Geotermik pillə kiçikdir. Bütün dağlar cavan olduğuna görə bu şərti onların hamısına aid edə bilərik. Yəni, 5-ciyə 4. 5-ciyə 4 sadəcə A variantında var və D variantında var, amma onu artıq eləmişik. Yerləşdiyi ərazidə monarxiya idarə etmə formasına malik olan ölkə mövcud deyil şərti
Qafqaz dağlarına və Ant dağlarına aiddir. Çünki Avropada, yəni Alp dağlarının yerləşdiyi ərazilərdə monarxiya idarəetmə formasına malik olan çox ölkə var. Deməli, 4-cüyə də 5 və A variantı doğru cavabdır. Kanyonlarla bağlı olan doğru fikirə müəyyənləyin. Ay arasında formalaşmışdır şərti yanlışdır. Çünki ay arasında çaylar yox idi ki, kanyonlarda formalaşmış olsun. Deməli, birinci şərtin verildiyi variantları sildirəm. Kars prosesi nəticəsində formalaşmış şərt də yanlışdır. Çünki kanyonlar daimi axarı olan çaylar nəticəsində əmələ gəldi. İkinci şərt yanlış olduğuna görə ikinci şərtin verildiyi variantları da silsəm, bir dənə Y variantı qalır. Relyefin yaşını öyrənmək üçün əlverişlidir. Bəli, çayların yardığı yamaçlarda biz relyef profilini görə bilərik. Demək, üçüncü şərt doğrudur. Rekreasiya imkanları mövcuddur. Bəli, elə Colorado, Kolumbiya çaylarının kanyonlarını izləmək üçün çoxlu turist o ərazilərə gedə bilər. Dördüncü şərt də doğrudur. Yalnız cavan dağlara rast gəlinir şərti yanlışdır. Yumşaq süxurlara malik olan qədim dağlarda da ola bilər. Respublikamızda bu tip relyef formalarına rast gəlinir şərt də doğrudur. Belə ki, Böyük Qafqazın şimal-şərqindən axan çaylar, kanyonvari dərələr əmələ gətirir. Cavab Y variantı. Azərbaycan Respublikası ərazisində mövcud olan filiz və qeyri-filiz mənşəli faydalı qazıntı yataqlarını müvafiq olaraq qruplaşdıraq. İpək xromit yatağıdır və filiz mənşəli faydalı qazıntıdır. Birinciyə 1. Hamançay dəmir filizidir, yəni birinciyə 2. Çıraqdərə kükürtdür, qeyri-filizdir, ikinciyə 3. Göydərə ipək kimi xromitdir, birinciyə 3. Başqışlaq barit yatağıdır, qeyri-filizdir, ikinciyə 5. Kastak polimetal yatağıdır, yəni filizdir, birinciyə 6. Ağdağ seolit yatağıdır, qeyri-filizdir, ikinciyə 7. Və Hacıvəli kvars qumları yatağıdır, qeyri-filizdir, ikinciyə 8. Cavabımız Y variantı. A nöqtəsinin atmosfer təzyiqi 370 mm civə sütununa bərabərdir. Bu nöqtənin yerləşdiyi mütləq hündürlüyə hansı yaylarda rast gəlinə bilməz? 370 mm civə sütunu təzyiqin olması buranın 390 dəniz səviyyəsində 390 mm təzyiq fərqində olduğundan xəbər verir. Yəni 760-dan 370 çıxsaq 390 mm təzyiq fərqi eləyir. Və bunu da hündürlüyə çevirmək üçün 10-a vurmalıyıq, eləyəcək 3900 metr. Verilən yaylaların hansında 3900 metr hündürlüyün olub-olmadığını aşkarlamaq lazımdır. Meksika yaylasında təxminən 5452 metrlik bir hissə var. Deməli, A bəndi gedər. Efiopiyanın da hündürlüyü orada rastlaşan 4620 metr, bu da gedər. B variantında Gviyanada 2875'dir. Dekanda 2695. Deməli, B variantı doğru gəlir. Anadolu yaylasında 5165 silindi. Braziliya yaylasında isə 2890'dır. Götürülə bilərdi, amma Anadolu yaylası bu variantı elədi. D variantında İran 5604, Şərqi Afrikada isə 5895, Tibet təbii ki 7000-8000-dən yüksək və böyük hövzə isə 4418 metrlik hissə var. Cavabımız B variantı. Xəritə sxeması əsasən doğru fikirləri müəyyən edək. Birinci fikrə baxaq. Birinci məntəqədə irriqasiya eroziyası mövcuddur. Birinci məntəqə Körəz ovalındadır və bu ərazilərdə irriqasiya eroziyası, yəni suvarılma eroziyası ola bilər. Deməli, birinci şərt doğrudur. İkinci məntəqədə Salzi və Brekçiyə rast gəlinə bilər. İkinci məntəqə Qopsun zonasında olduğuna görə bəli, burada Salzi və Brekçiyə rast gəlinə bilər. İkinci şərt də doğrudur. Birinci və ikinci şərtlərin verilmədiyi variantları silirəm. Üçüncü məntəqə, yəni Naxçıvandan söhbət gedir. 22 iyunda gündüzün uzunluğu digər məntəqədən daha uzundur şərti düzgün ola bilməz. Çünki 22 iyunda və ya 22 dekabrda ən uzun və ya ən qısa gecə və ya gündüz məsələləri verilən məntəqələrin içində ən şimalda və ya ən cənubda olanlar haqqında ola bilər. Yəni, ekvatora daha yaxın olan, qütbə daha yaxın olan obyektlər. Amma gördüyünüz qədər burada 3-cü məntəqə 4-cü məntəqədən yuxarıda, digər məntəqələrdən isə aşağıdadır. Deməli, bu şərt tamamilə yanlışdır. 4-cü məntəqə yay otaqları mövcuddur. 4-cü məntəqə Ceyrançöl zonasındadır və bu ərazi qış otlaqlarıdır. 4-cü şərt də yanlışdır.
5-ci məntəqədə fəal temperaturların cəmi 1000 dərəcədən yuxarıdır şərti yanlışdır. Belə ki, bu ərazi Böyük Qafqazın ən yüksək yerləridir. 5-ci şərtdə yanlışdırsa A variantında silirik. 6-cı məntəqə, yəni Talış sonrasındakı məntəqədə vulkanik mənşəli süxurlar rast gəlinir şərti doğrudur. Azərbaycanın geomorfoloji xəritəsinə baxsa, burada V hərflərini belə görmək olar. Deməli, cavab C variantı. 11-ci sualın izahına baxaq. Diaqramda verilmiş yanvar və iyul aylarının orta temperaturlarına əsasən hansı fikri söyləmək olmaz? Deməli, yanlış fikirləri götürməliyik. Birinci fikrə baxaq. Birinci məntəqədə buxarlanma ilə buxarlanma qabiliyyəti arasındakı fərq digər məntəqələrin fərqdən daha kiçikdir. Bu şərt yanlışdır. Çünki temperaturun amplitudu nə qədər çoxdursa, həmin ərazidə bulutluluq da az olacaq və buxarlanma ilə buxarlanma qabiliyyəti arasında fərqi də daha böyük olacaq. Burada isə kiçikdir dediyinə görə birinci şərt yanlış olduğuna görə bizə lazımdır. Yəni birinci şərt səhv fikri ifadə etdiyi üçün onu biz götürməliyik. Deməli, C və Y variantlarını silmək olar. İkinci şərtdə 5-ci məntəqədə orta illik bulutluq səviyyəsi digər məntəqələrdən daha yüksək olar. Birinci şərti izah edilən dedik ki, temperatur amplitudu nə qədər böyük olarsa, həmin yerdə bulutluq o qədər az olar. Deməli, bunun əksinə 5-ci məntəqədə temperaturun amplitudu gördüyümüz qədərlə burada 2-3 dərəcədir və 5-ci məntəqədə orta illik bulutunun səviyyəsi digər məntəqələrə nisbətən daha yüksəkdir. İkinci şərt doğru fikri ifadə etdiyinə görə bizə lazım deyil və A və B variantlarını silmək olar. Bütün məntəqələrdə fəal temperaturlar əkinçilik üçün yararlıdır. Bəli, bu doğru fikirdir. Belə ki, gördüyümüz qədər burada mənfi temperatur yoxdur və bu da əkinçilik üçün yararlı bir amildir. Üçüncü şərtdə doğru fikri ifadə edir. Ona görə də bizə lazım deyil. Onsuz da sildiyimiz variantlarda üçüncü şərt getmişdi. Dördüncü şərtə baxaq. Bu məntəqələrdən biri mülayim kontinental iqlim tipinə aiddir şərti yanlış fikirdir. Çünki mülayim kontinental iqlim tipində qış aylarında temperatur təxminən -10 dərəcəyə qədər düşməlidir. Burada isə mənfi temperatur görünmür. Deməli, dördüncü şərtdə yanlış fikir ifadə etdiyinə görə bizə lazımdır. Beşinci şərtə baxaq. Düz radiasiya kəmiyyəti ən böyük olduğu məntəqə dördüncü məntəqədir. Şərti yanlış fikirdir ki, birinci məntəqəni biz izah edəndə dedik ki, burada temperatur amplitudu ən böyük olduğuna görə buxarlama ilə buxarlama qabiliyyəti arasında fərq böyükdür və bu da bulutluğun az olmasına səbəb olur. Deməli, bulutluğun ən az olduğu məntəqə birinci məntəqədir və burada dördüncü məntəqə verildiyinə görə 5-ci şərtdə yanlış fikir ifadə edildiyinə görə D variantı artıq doğru cavab kimi götürülə bilər. 6-cı şərtə də baxaq. Ən kiçik orta illik temperatur amplitudu 5-ci məntəqədədir. Bəli, gördüyümüz qədər burada müsbət 15 və müsbət təxminən 17-18 dərəcə arasında 3 dərəcəlik temperatur amplitudu var. Deməli, 6-cı şərtdə doğru fikir ifadə edildiyinə görə bizə lazım deyil. Heç bir iqlim vilayətinə bölünməyən iqlim qurşağında, bu iqlim qurşağında yağıntıların çox hissəsi ilin isti dövründə düşür. Buxarlanma isə buxarlanma qabiliyyəti buxarlanmadan böyükdür. Əgər iqlim vilayətlərinə bölünmürsə, bu ekvatorial, subekvatorial, subarktik və arktik iqlim qurşağı ola bilər. Çünki digər iqlim qurşaqları iqlim vilayətlərinə bölünür. Və yağıntının çox hissəsi ilin isti dövrünə düşürsə, bu subekvatorial və ya subarktik ola bilər. Buxarlanma qabiliyyəti buxarlanmadan daha böyükdür. Şərti isə bunun yalnızca subekvatorial iqlim qurşağı olduğundan xəbər verir. Yuxarıda xüsusiyyəti verilmiş iqlim qurşağının, yəni subekvatorial iqlim qurşağının yayıldığı ərazilərlə Bretan yarımadasında müşahidə olunan iqlim tipinin yayıldığı ərazilərin ümumi cəhət və ya cəhətlərini müəyyən edək. Bretan yarımadası bilir ki, Fransanın qərbindədir və mülayim dəniz iqlim tipində yerləşir. Bütün yarımkürələr rast gəlinmir şərti yanlışdır. Çünki mülayim dəniz iqlim tipi şimal, cənub, şərq və qərb bütün yarımkürələrdə var. Subekvatorial iqlim qurşağı da şimal, cənub, şərq və qərb bütün yarımkürələrdə var. Birinci şərt yanlışdır. B variantını, Y variantını, A variantını silmək olar. Havada çökən yağıntı növləri üstünlük təşkil edir.
Ekvator iqlim qurşağında yağıntılar əsasən buluddan yağar və ümumiyyətlə beləliklə ikinci şərt yanlışdır. İkinci şərtin verildiyi D variantında silə bilərik. 3 materikdə hər ikisinə rast gəlinir. Yəni həm Şimali Amerikada, həm Avrasiyada, həm də Cənubi Amerikada subekvator iqlim qurşağı da var, mülayim dəniz iqlim tipi də var. Deməli, üçüncü şərt bizə lazım olan şərtdir. İntensiv suvarma həyata keçirilir. Mülayim dəniz iqlim tipində rütubətləmə misalı suvarma aparılmaması üçün şərait yaradır. Deməli, yalnızca üçüncü C variantı. 13-cü suala baxaq. Məntəqədə 2021-ci ildə küləklərin 26% şimal-qərb, 10% şimal, 22% cənub-şərq, 12% cənub istiqamətində əsmişdir. Digər istiqamətlər küləyin əsmədiyi nəzərə alaraq məntəqədə bir il ərzində şəlakətin neçə sutka davam elədiyini müəyyən edək. Bütün bu faizlərin cəmi 70% eləyir və yerdə qalan 30% 365 günə nisbət edilməlidir. Yəni 365 günümüz 100%dirsə, neçə günümüz 30%dir. Burada 109,5 gün alınır. Yəni cavab B variantı. Cədvəlin aid olduğu məntəqəni müəyyən edək. Burada gördüyümüz qədər orta illik temperaturlar və yağıntının miqdarı verilib. Orta illik temperaturlar, yəni yanvar üçün 4,2 dərəcə, fevral üçün 4 dərəcə, mart üçün 6,3 dərəcə və digərlərinin hamısını hesablayanda və ədədi ortasını çıxardanda 14,5 dərəcə orta temperatur çıxır. Və yağıntıların da miqdarını toplayanda təxminən 210 mm illik yağıntı əmələ gəlir. 14,5 dərəcə orta temperatur və 210 mm yağıntı verilən bölgələrdə yalnızca Bakıya aid edilə bilər. Düzgün ardıcıllığın verildiyi sıra müəyyən edək. Tikanlı çay Türyan çaya, Türyan çay Kürə, Kürdə Xəzərə tökülür. Bu şərt ardıcıllığı doğrudur. Kürmük çay əyri çaya şərti yanlışdır. Çünki Kürmük çay birbaşa Qanıq çayına tökülür. Deməli, ikinci şərt yanlışdır. Birinci şərtin olmadığı variantları silirik və ikinci şərtin verildiyi variantda silə bilərik. Çigil çayın Həkəri çayına tökülməsi şərtdə yanlışdır. Belə ki, Çigil çayı Qobustan zonasının çayıdır, Həkəri isə Kiçik Qafqazın cənubindən axan çaydır. Üçüncü şərtdə yanlışdır. Kiş çayı əyri çaya, əyri çay Qanığa, Qanıqda Kürə ardıcıllığı doğrudur. Dördüncü şərtin verilmədiyi variantında silirik. Həsənsu çayı Astafad çaya tökülmür, birbaşa Kürə gedir. Oçaq su Həkəriyə, Həkəri Araza, Arazda Kürə şərti də doğrudur. Deməli, 1,4,6 cavab C variantı. Düzgün olan bəndi seçək. Azərbaycan Respublikasının sahəsi bir bölünsün 4 milyon miqyaslı xəritədə 246,5 paletka daması təsvir edilə bilər. Bunun üçün nə edirik? Biz birinci xəttəki sahəni tapmalıyıq. Azərbaycanın ümumi sahəsi 86,600 kvadrat kilometrdir. Burada isə miqyasdan 1, 2, 3, 4, 5 sıfır silsək 40 kilometr qalır. Biz də xəttəki sahəni tapmaq üçün həqiqi sahəni miqyasın kvadratına bölməliyik. Yəni 86,600-ü 1600-ə böləcəyik və nəticədə 54,125 kvadrat santimetr xəttəki sahə tapılmış olur. Və bilirik ki, paletkanın 4 daması 1 kvadrat santimetrdir. 54,25-i 4-ə vursaq, cavabımız 216,5 alınır. Yəni 246,5 yox. Deməli, birinci şərt yanlışdır. Birinci şərtin verildiyi variantları silirəm. İkinci şərtə baxaq. Tropik işğalma qurşağında yerləşən mərcan mənşəli adaların ümumi sahəsi bu işğalma qurşağında yerləşən materik mənşəli adaların ümumi sahəsindən daha böyükdür. Nəzərə alsaq ki, tropik işğalma qurşağında
Zond adaları, Madagaskar adası kimi böyük adalar var. Mərcan mənşəli adaların ümumi sahəsi materik mənşəli adaların ümumi sahəsindən çox ola bilməz. Deməli, ikinci şərt yanlışdır. İkinci şərtin verildiyi C variantında silirəm. Üçüncü şərtə baxaq. Okean sularının duzluluğu və əhalinin hər 1000 nəfərə olan təbii artımı promil ilə hesablanan şərti doğrudur. Okean suyunun duzluluğu da 1000-də 1-dən ölçülür. Əhalinin burada da verildiyi kimi hər 1000 nəfərə görə artımı da promil ilə göstərilə bilər. Üçüncü şərt də doğrudur. Üçüncü şərt A və Y variantlarının hər ikisində var. Dördüncü şərtə baxaq. Əsas iqlim qurşaqlarında yalnız buluddan çökən yağıntı növləri mövcuddur şərti yanlışdır. Elə ekvator iqlim qurşağında yağıntılar əsasən buluddan çünki əsas iqlim qurşaqlarında duman, şeh, qrov əmələ gələ bilər və bu şərtin yanlışlığından xəbər verir. Və dördüncü şərt də yanlışdırsa A variantında silirəm. Günəş ekvator xətti üzərində zenitdə olarkən günorta vaxtı eyni meridian çevrəsi üzərində yerləşən 30 dərəcə şimal və cənub enliklərindəki relyef vahidlərinin səthinə düşən günəş şüaları eyni bucaq altına düşməyə bilər. Bəli, əgər günəş ekvatordadırsa və 30 dərəcə şimal, 30 dərəcə cənub enlikdə yerləşən ərazilərdən biri düzənlik, digəri dağlıq olarsa, deməli düzənliyə günəş şüaları başqa bucaqla, dağlığa isə başqa bucaqla düşəcək. Deməli 5-ci şərt doğrudur. Düşməsi daha kiçik olan çayın meyilliyi, düşməsi daha böyük olan çayın orta meyilliyindən böyük ola bilər. Bəli, düşməsi kiçik olsa da özünün uzunluğu da kiçik olan çayın meyilliyi, düşməsi böyük olan, amma uzunluğu da böyük olan çayın meyilliyindən böyük ola bilər. Deməli 6-cı şərt də doğrudur. Cavab Y variantı. Doğru olmayan bəndi seçək. Günorta vaxtı kölgəsinin uzunluğu öz uzunluğuna bərabər olan şaqlı basılmış dirəyin yerləşdiyi coğrafi enliklə günəşin zenitdə olduğu coğrafi enlik arasında dərəcə fərqi 40 dərəcədən böyük olmalıdır. Şərti doğrudur. Yəni dirəyin özünün uzunluğu ilə kölgəsinin uzunluğunun bir-birinə bərabər olması üçün günəş şüalarının 45 dərəcə bucaqla düşməsi lazımdır. Və 45 dərəcə bucaqla düşməsi üçün dirəyin özünün olduğu coğrafi enliklə günəşin zenitdə olduğu coğrafi enliyin arasında da 45 dərəcə coğrafi enlik fərqi olmalıdır. Yəni 45-dən böyükdür şərti doğrudur. Birinci şərt doğrudur və birinci şərti götürmürük. Birinci şərtin verildiyi variantları silirəm. İkinci şərtə baxaq. Subtropik iqlim qurşağında savana və seyrək meşələr təbii zonasına rast gəlinmir. Şərti yanlışdır. Avstraliyanın təbii zonaları xəritəsinə baxsaq görərik ki, orada subtropik iqlim qurşağında savana və seyrək meşəli təbii zonası var. Deməli, ikinci şərt yanlışdır və bizə lazımdır. İkinci şərt hər üç variantda var. Üçüncü şərtə baxaq. Yer kürəsinin orbit müstəvisinin meyillik bucağının artması ilə əlaqədar olaraq 50 dərəcədə paralel üzərinə maksimum minimum düşmə bucağının arasındakı fərq indikindən daha böyük olar. Bu şərt yanlışdır. Belə ki, bilirik ki, yerin xəyali oxunma orbit müstəvisinin meyillik bucağı 66,5 dərəcədir və buna görə də tropikdə 23,5 dərəcədən keçir. Belə olduğu halda, yəni şimal tropiki 23,5 dərəcə şimaldan, cənub tropiki isə 23,5 dərəcə cənubdan keçdiyi halda 50 dərəcəlik paralelə maksimum düşmə bucağı 63,5, minimum düşmə bucağı isə 16,5 dərəcədir və bunların fərqi 47 dərəcədir. Deyək ki, buradan artması şərtinə görə yerin xəyali oxunma orbit müstəvisinin meyillik bucağı 66,5 yox, 70 dərəcə olası oldu. Və 70 dərəcə olanda tropiklər 20 şimal və 20 cənubdan keçəcək. İndi düşünsək ki, yerin xəyali oxunma orbit müstəvisinin meyillik bucağı artmışdır. Yəni 66,5 dərəcədən deyil, 70 dərəcədən keçir. Tropiklər onda 20 şimal və 20 cənubdan keçəcək. Belə olduğu halda 50 dərəcə şimal eninə, buranı da 50 yazsaq, 50 dərəcə şimal eninə maksimum düşmə bucağı müvafiq olaraq 60, minimum isə
20 dərəcə olacaq. Yəni 50-dən 20 çıxsaq eləcək 30, 90-dan 30 çıxsaq 60, 50-nin üstünə 20 gəlsə eləcək 70, 90-dan da 20, 70 çıxsaq 20. Onların arasındakı da fərq də 40 dərəcə. Deməli, bayaq 47 olan indi 40 dərəcə olur. Deməli, bu fərq azaldı, amma burada daha böyük olar söhbəti deyilmişdi. Deməli, üçüncü şərtdə yanlış olduğu üçün bizə lazımdır. Deməli, D variantında silmək olar. Dördüncü şərtə də baxaq. İnari gölü mülayim işğalma qurşağında yerləşir şərti yanlışdır. Yəni, İnari gölü şimal qütb dairəsindən də şimalda yerləşdiyinə görə qütb işğalma qurşağında yerləşir. Dördüncü şərt də bizə lazımdır. Ancaq əlimizdə qalan şərtlərin içində, yəni B və C variantlarının içində dördüncü şərt yoxdur. Beşinci şərtə baxaq. İsti okean cərəyanlarının keçdikləri yerlərdə səth suların duzluluğu artar, yəni buxarlanma olduğuna görə və həmin ərazilərdə enən yox qalxan hava hərəkətləri baş verər. Çünki buxarlandıqda hava qalxan hava olur. 5-ci şərtdə yanlışdır. 5-ci şərti biz götürəsi olsaq bir dənə B variantı qalır. Amma indiyə qədər seçdiyimiz şərtlərin içindən D variantında götürmüş ola bilərdik. 6-cı şərtə də baxaq. Şimal yarımkürəsində yanvar izoterimləri okeanlarda şimala, materiklərdə isə cənuba meyl edir şərti doğrudur. Belə ki, yanvar izotermi, yəni qış vaxtı okean materikdən daha isti olduğuna görə okeanların üzərində olan izoterim biraz daha şimala doğru gedir, materiklərin üzərində olanlar isə biraz cənuba gəlir. Deməli, 6-cı şərt doğrudur və bizə lazım deyil. Hal-hazırda cavab B variantı qalır. Ancaq D variantı üzərində də düşünmək olar. Mümkünsə bu haqda şərhlərdə fikrinizi bildirərsiniz. 18-ci suala baxaq. Doğru olmayan fikirləri müəyyən edək. Yeni Zelandiya əhalisinin əsas hissəsi qərb sivilizasiyasına mənsubdur şərti doğrudur. Belə ki, bu ölkə köçürmə kapitalist ölkəsi olduğuna görə qərbdən köçənlərin məskunlaşması ilə formalaşmışdır indiki əhalisi. Demək, birinci şərt bizə lazım deyil. Birinci şərtin verildiyi D və C variantlarını silirəm. Taylandda sayılan ilk okean suları yuyur şərti doğrudur. Dünyanın siyasi xəritəsinə baxsaq görərik ki, Tayland Malakka yarımadasında həm Sakit okeanı, həm də Hind okeanını görür. İkinci şərt doğru olduğuna görə onu da götürmürük. Yəni, doğru fikri ifadə edildiyinə görə götürmürük. Üçüncü şərtə baxaq. Eswatini və ya Svaziland tropik işğalma qurşağında yerləşir şərti yanlışdır. Cənubi Afrikanın cənubunda, Cənubi Afrika Respublikasının ərazisində olan bu ölkə tropik xəttdən biraz cənubdadır. Yəni, mülayim işğalma qurşağındadır. Üçüncü şərt doğru olmadığı üçün götürürük. Üçüncü şərt A və B variantları hər ikisində var. İraq və Pakistan İslam dininə sitayiş edən ərəb ölkələrdə şərti yanlışdır. Çünki Pakistan ərəb ölkəsi deyil. Dördü də götürürük. Burada ən çox puştular, urdular yaşayır. Yəni, ərəblər deyil. Deməli, A variantı doğrudur. Moqadişo şəhəri Bakı şəhəri ilə eyni yarımkürələrdə yerləşir. Bəli, Somalinin paytaxtı olan bu şəhər şimal və şərq yarımkürələrində yerləşir. 5-ci şərtdə doğru fikri ifadə edildiyinə görə bizə lazım deyil. Cavab A variantı. 19-cu suala baxaq. Azərbaycan ərazisində Böyük Qafqaz dağlarının şimal-şərq yamacından axan əsas çaylarının şimaldan cənuba doğru müvafiq sıralayaq. A variantında Qusar çay, Qudyal çay, Qara çay, Vəlvələ çay, Gilgil çay və Ata çay ardıcılığı verilmişdi ki, bu ardıcılıq doğru ardıcılıqdır. A bəndi doğrudur. Hal-hazırda Azərbaycanın fiziki xəritəsində bu çayların, yəni Qusar çayın, Qudyal çayın, Qara çayın, Vəlvələ çayın, Gilgil çayın və Ata çayın şimaldan cənuba doğru bu sırayla düzüldüyünü görə bilirik.